Salam əziz izləyicilər, mən bugün sizə uğurlu olmağın yollarından danışmaq istəyirəm. Necə eləyə bilərsiniz ki, həyatda ancaq uğurlu olasınız, daha doğrusu daha rahat yolla uğurlu olasınız. Bunun birinci yolu nədən ibarətdir? Nəticəyə deyil də prosesə yönəlmək. Yəni siz bir hadisənin, bir hədəfin sadəcə nəticəsinə yönəlsəz, prosesə yönəlməsəz, ancaq fikriniz qalacaq o nəticədə. Nəticədə alacağınız o hədiyyədə, nə alacağım mən oradan, mənə nə verəcəklər. Ona görə də siz prosesə, nə etdiyinizə, hədəfinizə yönəlməlisiniz ki, daha effektiv nəticələr alasınız oradan. Yoxsa uğurlu olmağın gec yolunu siz tapacaqsınız, nəinki tez. İkincisi bunun nədən ibarətdir? Motivasiyanızı heç vaxt aşağı salmamaq. Yəni ətraf fikirlərə fikrinizi çox salmamaq. Ətrafdan nə deyilirsə ona çox da diqqət eləməmək. Yəni siz onlara nə qədər az diqqət eləsəniz, o qədər də uğurlu olmağın sirlərini daha tez tapacaqsınız. Yəni ətrafdan deyilən fikirlərə siz diqqət eləyin, əlbəttə ki, eşidin. Sizə lazım olanları özünüz üçün götürün. Amma onu artıq özünüz üçün ayrıca bir problem eləməyin ki, filan kəs niyə belə dedi, niyə elə dedilər. Ondan istifadə edin sadəcə. Öz belə deyək də məcazi formadakı öz torbanıza, öz hədəflərinizin içərisinə onu da qatın və istifadə eləyin. Sadəcə bu kimi istifadə eləyin, amma negativ yöndə istifadə eləməyin. Üçüncüsü nədən ibarətdir? Plan qurmaq və bu planlara ardıcıllıqla çatmaq. Və bu ardıcıllıqları da səbirlə həyata keçirmək. Məsəl üçün, siz birincini mən tez həyata keçirdim, keçim ikinciyə və ikincini ona görə həyata keçirirəm ki, üçüncüyə çatmaq üçün. Yəni növbəti hədəfimə çatmaq üçün. Bu tərzdə olsa, siz tələsik ancaq nəticəyə yönümlü olacaqsınız. Nə etməlisiniz? Nə elədiyinizi həmin anda bilməlisiniz. Sadəcə prosesə fokuslanmalısınız. Nə elədiyinizi bilməlisiniz. Özünüzü inkişaf elətdirə, mərhələlər keçə-keçə hədəflərinizə çatmalısınız. Səbir sizlə bu yolda birlikdə olmalıdır. Unutmayın, səbirli insanlar uğurlu olur.